Salam benim kanalımın seyirciləri. Çoxdandır bu haqda paylaşmaq istəyirəm. Və təkcə yeniyetmələr, tələbələr üçün yox, hələ özümüz üçün də. Hər bir canlının bioritmi var. İnsanın bioritmi olduğu kimi yer planetinin də bioritmi var. Bioritm, yəni bu döyünür, canlıdır. Müəyyən taktlarla döyünür. Lap lorusu aktiv vaxtı olur, pasiv vaxtı olur, dincəlmə vaxtı olur, yaşam vaxtı olur. Məsələn, Günəş sistemində sinxronizator kimi ulduz, Günəş özüdür. Bütün bu planetləri sinxronize eləyir, döyünməsin, ritmi. Və insanın bioritmi yer planetinin bioritmi ilə üst-üstə düşmür. Yəni dərin özümdən Amerika açmaq istəmirəm. Beynimizin aktiv fazaları var. Bu bizim iş rejimimizlə üst-üstə düşməyə bilər. Yəni sən ola bilsin ki 6-da işə gedirsən, 6-dan 4-ə kimi işləyirsən, 8-dən 8-ə kimi işləyirsən, 9-dan 10-a kimi işləyirsən. Bu o demək deyil ki, sənin aktiv fazada olan ən effektiv vaxtındır. Onsuz mən danışanda ancaq dərin təbəqə üçün danışıram ki, yəni anlayan insanlar üçün danışıram. Onsuz məlumatı olmayanlar nə qədər xırdalığına da getsəm anlaya bilməyəcəklər. Lap lorusu sadə dildə deyirəm ki, yəni olur ki, gecə saat 9-da, 10-da, 11-də necə deyirlər, sənə elə bir vəh gəlib ki, oturub nisbilik nəzəriyyəsini analiz eləyərsən və yaxud da ki, vrodi bu doyunca yatmışsan, normalini zavtırıq eləmişsən, deyirsən ki, nəsə halım yoxdur, işləməyə axot yoxdur. Bu o deməkdir ki, sənin bioritmin bambaşqadır. İndi çörək pulu xətrinə 8 saatı, 9 saatı, 10 saatı necəsə yola verə bilərsən. Özün ürəyin istəyən işlə, ürəyin istəyən effektiv işlə, ancaq pik vaxtında, özün o, necə deyərlər, təbün gələn vaxtında, kayfun gələn vaxtında ki, yəni, bax, bu dəqiqə dağı dağ üstünə qoyaram. Özün öz effektivliyi artırmaq üçün bioritmi tutmalısan. Yəni, effektiv nəsə bir iş görmək istəyirsənsə, dağı dağ üstünə qoymaq istəyirsənsə, özü analiz edib, mənim təbim nə vaxt gəlir, nə vaxt nastroyenim yaxşı olur və mənim əlimdən hər şey demək olar ki, mükəmməl çıxır. Bu qədər, bütün işlərimiz mükəmməl olsun. Mükəmməl olmasa belə mükəmməlliyə elə də güclü can atmayın. Çox aktyorları, incəsənət adamların, dahiləri mükəmməlliyə can atmaq məhv eləyib. Bu qədər.